əzizlərim, bayramınız mübarək olsun. Yəni qarşıda gələn bayramımız. Mən artıq bayram şirniyyatlarını çəkirəm. Bu günləri İrəvan kətəsi hazırlayacağam. Çoxları məndən istəmişdi. YouTube kanalımda olmadığına görə mən məcbur olub bu günləri bunu çəkdim ki, tez bayram başlamamış hamı bu şirniyyatlardan hazırlaya bilsin. Deməli, başlayırıq birinci unla. Mən tərəzidə, deməli, bütün hər nəyi tərəzidə çəkirəm. Artıq tərəzidə çəkmişəm. Videonun altında hamısını qeyd edəcəm. Unumuzu eləmək mütləqdir. Çünki unu eləmək yaxşıdır. Həm içindəki zibilləri, həm də ki, unu ələdikcə daha da unun xəmri gözəl alınır. Üzərinə qabartma, xama, üzərinə vanil, bunları kənara qoyuram. Yağımızı əlavə edirəm. Əlimizlə əvvəl unumuzun içərisində yağımızı umaçalına salıram. Qırağında isə tökdüyüm ərzaqlar qalırlar. Rahat, asan da olsun deyə. Bəziləri əvvəl yağı əlavə edirlər, sonra o biriləri. Mən bir qıraqda saxladım. Onsuz da bunlar hamısı bir-birinə qarışacaqlar. Ehtiyac yoxdur ki, onu ayrı qoyun, bunu ayrı qoyun. Halallıq üçün duz əlavə edirəm. Baxın, umaçalını aldı burada. Ədəd yumurtanı əlavə edirik. Bütün ərzaqları qarışdırırıq. Deməli, xəmirimizi yoğururuq. Bayram şirniyyatları həmişə hamı üçün önəmli olur. Bayram gələndə hamı yığılırdı bir yerə. Biz rayonda olanda, uşaq olanda hamımız bir yerdə olurduq. Böyüklər gəlirdilər, köməkləşirdilər, şirniyyatlar hazırlayırdılar. Hamı gözləyir ki, bu gecə bu falan şirniyyat pişəcək, bəh, gözləyir ki, ayala pişəcək, bizə də verəcəklər. Amma inanın ki, bayramın gözəlliyi də, özəlliyi də bu şirniyyatlarındadır. Bu xəmiri çox yoğurmaq lazım deyil. Qarışdıqdan sonra qoyuruq salafana, aparıb qoyuruq soyuducuya. Soyuducuda 1-2 saat qaldıqdan sonra çıxardıb yayıb, deməli hazırlayırıq. Soyuducuya qoyduqdan sonra içliyi hazırlayacağım. Qabaqcadan ələnmiş unumuzu götürürük, əlavə edirik qaba. Sonra kərə yağımızı əlavə edirəm. Biraz bu ülkə ilə əzirəm, çəngəllə daha doğrusu əzirəm biraz. Mən yağı yumuşaq eləyirəm ki, çöldə qoyuram, çox bərk olanda umac eləmək olmur. Bu arada şəkər tozumuzu da əlavə eləyirəm qabımıza. Hamısını bir yerdə hazırlayıram. Bəzi insanlar da görürsən ki, buna qoz içi ilə hazırlayırlar, yəni içliyi elə hazırlayırlar. Əslində, mən də eləmişdim bir zaman. Amma İrəvan kətəsində içliyi belə olmalıdır, yəni. İçliyi mütləq belə hazırlamaq lazımdır. İndi də vanilimizi də əlavə edirəm üzərinə. Ətri gözəl olsun. Bayramda vanil qabartma çox işlədirik də hamımız. Çünki yumurtanı iyi gəlməsin, ətriyyatı iyi götürsün evi, gözəl olsun. Ən çox sevdiyim demək olar ədviyyatlardan hili çox sevirəm, dəhşət dərəcədə. O qədər xoşuma gəlir. Baxın, o qədər qarışdırıram ki, yağ qalmasın. Bu quru bir şəkil almalıdır. Bəziləri də biraz yumuşaq edir, amma mən sevmirəm çox yumuşaq olanda. Yəni, içi nə qədər quru olsa, o qədər qəşəng çıxır. Xəmir kimi olmur da, içli elə olsa daha gözəldir. Xəmirimiz dilləndi, gətirdim. Mən xəmirimi burada 2 yerə böləcəm. Ona görə ki, bu porsiya yəni 2 yerə bölünməlidir.
Amma sizin üçün aşağıda qeyd eləyəcəm, çox göstərəcəm ki, çünki ailələr var ki, çox eləyirlər bundan və orada göstərdiyimlə burada elədiyimin fərqi olacaq. Çünki bu az xəmirdir. Orada yazdığım isə çox xəmir olacaq. İndi burada 2 kündəyə eləyirəm. 2 kündəyə ayırıram. Kündələrimi qoyuram. Çox şey eləmək lazım da deyil. Xəmirimizin birini azca un çəpib yayıram. Çox az undan istifadə olunur. Bunu yayırıq ki, kövrək xəmirdir. Bir də onu da deyim sizə, şəkərburanın, paxlavanın, badamburanın öz yeri var. Amma bu kətənin də öz yeri var, öz özəlliyi var. Bunun özünə məxsus dadı var. Çox ailələr tanıyıram ki, hamısı demək olar bundan istifadə edir. Yəni bunu bişirirlər, hazırlayırlar. Bayramda süfrələrində ancaq görürsən ki, yox mən kətə eləməsəm olmur, mümkün deyil. Yaydıq, indi içliyini qoyuruq. Hər tərəfinə içliyi tökürük. Bunun içinin elə gözəl ətri var. Kərə yağla iyi vurur. Çox yaxşıdır. Qıraqlarına çox vurmuruq ki, qatlayanda içliyimiz, deməli, xəmirimiz yapışsın, içliyimiz də dağılmasın. Sonra əlimdən, bax belə eləyirəm ki, tökülməsin. İçliyimiz yerdən tökülməsin. Yaxşı-yaxşı bastırıram. Belə eləyirəm əlimdən ki, qəşəng olsun. Qıraqlarını biraz içəriyə doğru bastıracağım. Bunlar tökülməsin. Sonra yumru halqa şəklində xırda-xırda bükə-bükə üzərini belə eləyək. İçəriyə doğru. Aşağı hissəsini də bu hissəsinə, deməli, kimdə yapışmadı, yumurtanın ağını vura bilər. Biz də bunu qatlayırıq. Sonra əlimizlə belə bastırırıq. Kəsirik, baxın. Mən belə bir şəkildə kəsdim. Hamısı demək olar, eyni olar inşallah. Bir-bir baxın, buram-buram yumurtanın sarısını əlavə edirik üzərinə, sürtürük belə, sonra pişməyə qoyacaq. Mən videomuzu çəkməyimizə görə tez olsun deyə bir kündədən istifadə elədim. İndi aparıram pişməyə. Kətəmiz hazırdır. Öz fikirlərinizi mənə yazmağı kommentariyalarda unutmayın. Sizləri sevirəm. Çox sağ olun. Minnətdarım.